Pensiya yaşı 65 olsa da, bəzən şəxs 60 yaşa çatdıqda işdən kənarlaşdırılır. Bununla da bir neçə il əmək haqqı ala bilmir. Müavinət almaq üçün də uzun müddət gözləməli olur. Problemin aradan qaldırılması üçün əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklif edilir. Buraya 60 yaşdan yuxarı şəxslərin də əlavə olunması müzakirə olunur. Sənəd İnsan Hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Millət vəkili Azər Allahveranov bildirir ki, yaşa görə işdən azad edilmə halları sosial ədalət prinsiplərinə uyğun deyil. Onun sözlərinə görə uzun illər əmək bazarında fəaliyyət göstərmiş şəxslərin təcrübəsi dəyərləndirilməli, onlar daha güclü hüquqi mexanizmlərlə qorunmalıdır. Deputat hesab edir ki, bu dəyişiklik yaşlı insanların əmək bazarından vaxtından əvvəl sıxışdırılmasının qarşısını ala bilər. Faktiki olaraq şəxs bilir ki, artıq təqaüd yaşına çıxmaq ərəfəsindədir və o öz işini məhz çalışdığı sahədə və ya iş yerində bitirmək istəyir. Amma hansısa səbəblərə görə iş verən qurum, yəni burada səbəblər müxtəlif ola bilər, əmək müqaviləsinə xitam verir. Təqaüd yaşına çatmaq ərəfəsində olan şəxslə bağlı belə bir qərarlar qəbul edilməsi, yəni şərait yaradılsın ki, şəxs elə çalışdığı yerdə təqaüd yaşına çatmış olsun. Nəticə etibarilə 65 yaşdan sonra təqaüdə çıxmaq hüququ yaranır. O ki, qaldı iş yerində saxlayıb saxlamamaq artıq bu tərəflər arasında ümumi razılaşma əsasında ola bilər. İnsan resursları üzrə mütəxəssis qeyd edir ki, yaşlı əməkdaşların qorunması vacibdir, lakin işə götürən üçün də çevik idarəetmə imkanları saxlanılmalıdır. Onun sözlərinə görə əsas meyar yaş deyil, işçinin peşəkarlığı və performansı olmalıdır. Eyni zamanda şirkətlərdə yaş müxtəlifliyinin qorunması kollektiv üçün müsbət nəticə verə bilər. Mövcud vəziyyətdə 60 yaş üzəri işçilərin işdən çıxarılması qərarı bir tərəfdən yaxşı aldı ki, bəli, burada artıq mobbing olmayacaq, məcburi şəkildə işdən azad edilmə olmayacaq. Ancaq digər tərəfdən nəzərə alsaq ki, hər kəs 60 yaşına kimi sağlamlıq vəziyyəti icazə vermir ki, onlar həmin işdə işləsinlər. Əsasən ixtisar olunur həmin işlər, hansı ki, fiziki deyək ki, cəlb olunan əməkdaşlar ola bilir ki, onlar artıq 50 yaş üzəri ixtisara salına bilirlər. Qeyd edək ki, mövcud qanunvericiliyə görə işə götürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan qadınların, 3 yaşınadək uşağını tək başına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını tək başına böyüdən işçilərin və əmək qabiliyyətini müvəqqəti itirən şəxslərin əmək müqaviləsinə xitam verilməsi qadağandır. Firuzə Məlikzadə, Samir Qasımov, Xəbər Ertəsi.